Yumurta boyamaq Novruzun ən gözəl adətlərindən biridir. Boyanmış yumurta həm süfrədə gözəl görsənir, həm də uşaqların böyük sevincinə səbəb olur. Bu cürə xallı və çilli yumurtaları necə boyayarıq, onu sizinlə bölüşəcəm. İndi isə keçək hazırlanma qaydasına. İlk öncə yumurtalarımızı yağlayırıq, daha sonra qaba qaynar su tökürük. Mənim qablarım biraz balaca idi. Daha dərin qablar götürün. Stəkanda etsəz daha yaxşı olar. Daha sonra bildiyimiz adi tort rənglərindən istifadə etdim. Əgər rəngin daha tünd olmasını istəyirsinizsə, uksus, 70% uksusdan istifadə edə bilərsiniz. Hər birinə bir damcı uksus töksəz bəs edir. Yağlanmış yumurtaları rəngli suya əlavə edirəm. 3-4 dəqiqə müddətində gözləyirəm. Daha sonra yumurtaların hər birini sudan çıxardıram. Sudan çıxartdıqdan sonra yumurtaların üzərində bu cürə çillər olur. Çox gözəl görüntü olur. Yaşıl rəngi isə sarı və göy rəngi qarışdırdım. O zaman yaşıl rəng əldə etdim. Çox gözəl görsənir həqiqətən. Süfrəyə gözəl görünüş verəcək. Bayram süfrələrinizə siz də bu cür fərqli yumurta boyamağı istəyirsinizsə, videonu sona qədər izləyib like atmağınızı xahiş edirəm. İzlədiyiniz üçün təşəkkür edirəm. Bu Novruz hər birimizə düşərli gəlsin. Sağlıq, bərəkət, qəlbimizdən sevgi, dilimizdən dua əksik olmasın. Dadlı və ləzzətli reseptlər üçün izləmədə qalın. Hələlik.